Tanınmış həkim fizioloq Rəşid Mahmudovun spirtli içki istehsal edən bir zavodu açıq şəkildə tərifləməsi və insanlara təmiz araq içməyi tövsiyə etməsi cəmiyyətdə geniş rezonans doğurub. Yeni Sabah az məlumat verir ki, Rəşid Mahmudovun bu sözləri bəziləri tərəfindən yerli istehsalın təşviqi kimi qəbul olunsa da, başqaları hesab edir ki, bir həkimin belə bir reklam xarakterli çıxışı xüsusilə də spirtli içkilərin sağlamlığa mənfi təsirlərinin məlum olduğu bir vaxtda cəmiyyətə zərər verə bilər. Mahmudov çıxışında belə bildirib: "Əziz insanlar, mən arağı sizə heç qıymıram ki, deməyəm ki, siz hamınız için. Kim içirsə təmiz araq içsin. Arağı içirsinizsə safını, təmizini için. Bu zavodun buraxdığı arağı için. Gedib zirzibili içməyin. Təmiz araq için. Bunda orqanizminiz sağlam, immunitetiniz yüksək olacaq." Onun bu fikirləri xüsusilə sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Bir çoxları tanınmış tibb mütəxəssisinin spirtli içkiləri bu şəkildə təşviq etməsini qəbul edilməz hesab edir və bunun ictimai məsuliyyət baxımından yanlış olduğunu vurğulayırlar. Həkim daha sonra arağın tərkibi və istehsal texnologiyasından qeyd edib. "Mən çox sevinirəm ki, Azərbaycanın belə bir istehsalı var. Bütün seflərində olmuşam. Arağın əsas keyfiyyəti nədən ibarətdir? Spirti təmiz olmalıdır. Bu zavodun buraxdığı arağın spirti Azərbaycanın buğdasından hazırlamışdır. Özü də bu spirt mayasızdır. Ən yeni texnologiyalar bu zavoddadır. Yəni burada əsas kömürdür. Kömürün əhəmiyyəti fosil yağlarını buradan ayırmaqdır. Burada həm kömür, həm də kvars kumu var. Çox önəmlidir. Onu tərtəmiz edir." Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatı spirtli içkilərin sağlamlıq üçün risk daşıdığını, xüsusilə uzun müddətli istifadənin ciddi fəsadlara səbəb ola biləcəyini dəfələrlə bildirib. Belə bir şəraitdə tanınmış həkimin bu cür çıxış etməsi peşə etikası və ictimai məsuliyyət məsələlərini də gündəmə gətirib.